Salam. Birinci qrup model suallarına 2025-ci il model suallarından başlayırıq. Birinci sualdan doymuş aldehid molekulunun karbon atomlarının 16 sp3 hibrid orbitalı var. Doymuş aldehid deyəndə CnH2NO ümumi formulu ilə baxıramsa, bu n qədər karbonun deməli n-1 dənəsi sp3-dür. 4-ə vururam. 4n-4. Bunda 16-ya bərabər eləyirəm. Buradan tapıram ki, 4n bərabərdir 20. N də bərabərdir 5. Yəni ümumilikdə 5 karbonu var və 5 karbondan biri karboksil qrupundadır, 4-ü isə sp3 hibrid vəziyyətdə radikaldadır. İndi deyək ki, əsas zəncirdə ikinci karbon atomunun oksidləşmə dərəcəsi -1-dir. Əgər ikinci karbon, birinci zaten COH-dır. İkinci karbon -1-dirsə, deməli bu CH formasındadır. Onda buna hər iki tərəfindən belə deyək ki, radikallar birləşib. Ümumi 5-ə tamamlamaq üçün bunu da CH2, CH3 vəziyyətində yazıram. Hansı ifadə doğrudur? Oksidləşməsindən 3 metil butan alınır. Oksidləşməsindən 3 metil butan turşusu yox, 2 metil butan turşusu alınır. Çünki bu COH, COOH-a çevrilir sadəcə. Birinci A variantı səhvdir. Molekulda asimetrik karbon atomu var. Bəli, belə bu -1 olan karbon asimetrikdir. Çünki bir tərəfindən hidrogen, bir tərəfindən COH qrupası, indi aldehid vəziyyətinə baxsaq, bir tərəfindən metil, bir tərəfindən etil radikalı birləşib, yəni asimetrik karbona malikdir. Uyğun cavab elə B variantı olacaq. Getdik növbəti ikinci sualımızda Eyler-Bell diaqramına uyğun qruplaşdıracağıq. Deməli, CO-nun oksigenlə reaksiyası və azotun oksigenlə reaksiyasını verib. Uyğunlaşdıraq indi buradan. Deməli, təzyiqin artırılması, deyək ki, tarazlığı yerləşməsinə təsir etmir. Əgər başlanğıcda və reaksiyanın sonunda qaz aqreqat halında olan maddələrin mol miqdarı eynidirsə təsir eləmir. Burada da NO reaksiyasına aid olacaq. Deməli, təzyiqin artırılması tarazlığın yer dəyişməsinə təsir eləmir. İkinciyə uyğun cavab 1. Sonra temperaturun artırılması tarazlığın ilkin maddələrin alınması istiqamətinə yönəlir. Temperaturu artıranda əgər əks tərəfə ilkin maddələr istiqamətinə yönəlirsə, deməli ki, bu tərəfdə mənfidir. Onda eksotermik reaksiyaya baxacağıq. Deməli, ikincidə aid edirəm bura. Oksigenin qatlılığını artıranda tarazlıq məhsulun alınması istiqamətinə yönəlir. Hər ikisində oksigen zaten başlanğıc maddədir və ortaq olaraq götürəcək hər ikisinə aid olaraq üçüncünü. Həcm artanda tarazlıq ilkin maddələrin alınması istiqamətinə yönəlir. Həcm artanda həcmin çox olduğu istiqamətə gedir və ilkin maddələr də çox olan tərəfdədirsə, deməli bu CO oksigen reaksiyasına aiddir. Onda 4-ü də bura aid edirik. Deməli olur 2, 4, sonra ardıcıllıqla bu gəlir 1, sonra isə 3. İndi görək variantlarımızdan hansı uyğun gəlir. Deməli 2, 4, 1, 3. 2, 4, 1, 3. Uyğun cavab üçüncüdə A variantı. İnşallah ki, uyğun baxdım. 2, 4, 1, 3. Uyğun cavab oldu A variantı. Keçdik. Üçüncü sual deyil, daha doğrusu ikinci sualdır. İkinci sualda A variantı. Keçdik üçüncü sualımıza. XO birləşməsində oksigen proton sayı bütün protonların sayının 25%-ni təşkil edir. X-in normal halda qısa elektron formulunu müəyyənləşdirin. XO birləşməsində oksigen proton sayı zaten dəyişmir, 8-dir. Və bütün protonların 25%-dir. Əgər 8 25%-dirsə, onda 75%-də X-in protonlarıdır. Bu da olacaq 24. Sıra nömrəsi 24 olan qısa elektron formulunu müəyyənləşdirsək, bu da uyğun gəlir. İstisna hallardandır, küresel simetriya ilə əlaqəli. 3D5, 4S1 vəziyyəti. 3D5, 4S1 görək hansında var? D variantı üçüncü sualda. Dördüncü sualda hansı reaksiyalarda oksidləşmə məhsulu mürəkkəb maddədir? Demək olar ki, birinci qrup suallarına bənzərdir, sadəcə biraz daha nisbətən sadə versiyadadır. Məsələn, onlarda reaksiyalar tamamlanmamış vermişdilər, burada isə tamamlayıblar. Metallar sərbəst halda yalnız reduksiya edicidirlər. Birinci və dördüncü reaksiyada, məsələn, metallar %100 reduksiya edici qismindədirlər və oksidləşmə məhsulu reduksiya edicidir. Yəni, məhsul tərəfə keçəndə, məsələn, onun nümayəndəsi kimi olacaq, maqnezium oksid. Deməli, bu artıq oksidləşmə məhsuludur və yaxud da alüminium oksid artıq oksidləşmə məhsuludur. Yəni, bunların hər ikisində mürəkkəb maddədir. Elə 1 ilə 4 uyğun cavab gəlir. 4-də C variantı.
digərlərinə baxmağa ehtiyac qalmır. Maddə H2SO4 və H3PO4-dür. Maddə miqdarları eynidir. Hər ikisi A mol şəklində götürülür və rabitələrin ümumi sayı 48 Na qədərdir. İndi baxaq. A molunda oksigen sayına vurulan valentinə bu edir 8A qədər. Deməli, ümumi rabitə. Və burada da 4-ü vurdum 2-yə 8. 8A qədər də burada var. Onda 16A bərabərdir 48-dirsə, A da 3-ə bərabərdir. Yəni, hərəsindən 3 mol götürmüş oluruq. Uyğun cavab B variantı. 6-cı sualda 200 ml 5 mollar xlorid turşusu XOH2 ilə tam neytrallaşma reaksiyasına daxil olur. Xlorid turşusu 2-nin 1-ə nisbətində əsasla neytrallaşır və buradan X xlor 2 üstəgəl 2 molda su alınacaq. 200 ml 5 molyar, deməli, nü bərabərdir C V düsturuna əsasən 0,2 vurulsun 5, bu da edir 1 mol. Deməli, 1 mol xlorid turşusu ilə onda yarısı qədər, yəni 0,5 mol əsas neytrallaşma reaksiyasına daxil olur. Və bu zaman deyir 60 kJ istiliyə ayrılır. Reaksiyanın istilik effekti isə tam reaksiyadakı əmsallara uyğun aparılmalıdır. Deməli, 2 mol H-xlor reaksiya daxil olanda buradan reaksiyanın istilik effektinə uyğun istilik ayrılır, amma 1 molda isə 60-dır. Biz də buradan Q-nü belə deyək tapırıq. 120 və uyğun cavab olacaq 6-da B variantı. 7-ci sualda duzumuz X duzudur. Deyir, hansı duzlar ola bilər ki, hidrolizin birinci mərhələsində alınan duz turş duzu olsun. Yəni, zəif turşu qalğından, belə deyək ki, zəif turşudan əmələ gəlmiş duz olmalıdır və əsaslığı da birdən yuxarı olmalıdır. Yəni, məsələn, burada onsuz da nitrat turşusu qüvvətlidir, bunu çıxırıq və digərləri hamısı həll olandır. Bircə ona baxırıq, hidroliz eləyə bilməsi üçün məhlulda. Deməli, həll olan olmalıdırlar və valentliyi də birdən yuxarı. Sülfat turşusu da qüvvətlidir, bunu da çıxırıq, yerdə qalır 2, 4. Uyğun cavab da olacaq A variantı. Keçdik 14-cü sualda 14,4 qram natrium hidrid artıq miqdar su ilə reaksiyasından natrium hidrid üzərinə gəldim su. Buradan alınır natrium OH və hidrogen qazı çıxmış olur. Deməli, alınan natrium OH 2 molar sülfat turşusu məhlulu ilə tam neytrallaşdırılır. Görək buradan nə qədər alınacaq. Məsələn, 24 qramdan 1 mol natrium hidroksidi alınır. Onda 14,4-dən nə qədər alınır? Birinci natrium hidroksidin mol miqdarını tapaq. 14,4-ü bölürəm 24-ə. Bu da edir 0,6 mol. Və natrium hidroksidlə sülfat turşusu 2-nin 1-ə nisbətində neytrallaşır. H və OH-ın sayını bərabərləşdirmək üçün. İndi 2-yə 1-dirsə, onda 0,6-ya da 0,3 mol, buraya yazaq bu mol sülfat turşusu. Qatılığını verib 2, molunu biz tapdıq 0,3 və həcmin istəyir. V bərabərdir. Nü bölünsün C düsturu ilə 0,3-ü böləcəm 2-yə. Bu da edir 0,15 litr. 0,15 litr, yəni 150 millilitr. Uyğun cavab olacaq 8-də C variantı. 9-cu sualda maddəmiz X-dir. Reaksiya daxil olması karbonla daxil olmur, amma silisiumla daxil olur. Bu hansı ola bilər? Məsələn, halogenlər, tutaq ki, halogenlərdən bir dənə flordur ki, karbonla reaksiya daxil olur, qalanları daxil olmur. Yəni, məsələn, xloru burada rahat şəkildə seçə bilərik. Oksigen həm karbonla daxil olur, həm silisiumla. Oksigen olmayacaq. Natrium hidroksid məhlulu silisiumla daxil olur, karbonla yox. 3-ü götürəcəyik. Hidrogen karbonla daxil olur, silisiumla yox, bu da əksinə verib. Deməli, 2, 3 uyğun cavab olacaq 9-da B variantı. Növbəti 10-cu sualımızda biraz yığaq məsələni. Flor, xlor, yod şəklində halogenləri verib və ortaq xüsusiyyətlərinə baxacaq. Zəhərli qazdır. Bir dənə yod buradan zəhərli deyil. Deməli, xlorla flora aid edirəm. Biri. 1, 3, 5, 7 valentli olur. Flor sabit 1 valentlidir. Onda xlorla yoda aiddir bu. İkinci. Həm oksidləşdirici, həm reduksiya edici xassiyə göstərir. Deməli, həm oksidləşdirici, həm reduksiya edici flora aid deyil. Təbii ki, xlorla yod ancaq götürəcəyik. 3.
Kükürdlə reaksiya daxil olur. Yod daxil olmadığına görə florla xlor daxil olur. 4-də bura. 1, 4 və 2, 3. Uyğun cavab olacaq A variantı. Keçdik 11-ci sualımızda. Deməli, nitrat turşusu, amonium nitratın parçalanmasından N2O və su alınır. Buradan yazaq N2O və su. Daha sonra deməli, onun da parçalanmasından amonium nitrit Y maddəsi N2O deməli bunun da oxşarəsi bu tərəfədir. Amonium nitritin parçalanmasından oradan da azotla su alınır. Onda deməli Y maddəsi ortaq olaraq sudur, X maddəsi N2O-dur, Z də azotdur. Oxşarələrinə fikir verilmişdim. Deməli Z maddəsi üçün hansı ifadələr doğrudur? Z bizdə azotdur. Azot üçün uyğun olan variantlara baxırıq. Molekulunda 2 pi rabitəsi var. Bəli, azot arasında 2 pi rabitə var. Doğrudur. Sonra karbonla reaksiyasından CO və hidrogen əmələ gəlir. Bu yanlışdır. Yəni azotun karbonla reaksiyasına disyan əmələ gəlir. Kəskin iyili suda yaxşı həll olan qazdır. Yanlış. Xlorla reaksiya daxil olmur. Bəli, halogenlərlə daxil olmur. 2, 4, daha doğrusu 1, 4 uyğun cavab olacaq. D variantı. Keçdik 12-ci sualda. Alanin əmələ gətirdiyi tripeptid molekulunda siqma rabitə sayını. Alanin əmələ gətirdiyi tripeptid. Tripeptid bərabərdir. Deməli 3 mol amin turşu çıxılsın 2 mol su. İndi 3 mol amin turşudan nə qədər siqma rabitə var? Ondan 2 mol suyun tərkibindəki siqma rabitələri çıxmalıyıq. 2 mol suyun da tərkibində 4 mol siqma rabitə var. Düzdürmü? Deməli, ümumi axırda nə qədər siqma varsa bundan 4-ün çıxacaq. İndi baxaq, alanində nə qədərdir? 1 dənə alanində, sonra 3-ə vurarıq. Alanin deyəndə CH3, CH, NH2. İndi mən alfa alanin yazdım. COOH. Deməli, atom sayından 1 dənə az. 4, 2, 4, burada da 3. Nə qədər edir? 8, 10, 13. Siqma rabitə sayı atom sayından bir əskikdir. Ona görə də 13-dən çıxıram birini, qalır 12 dənə siqma. İndi burada 3 mol alanin var da. 12 siqma, 12-ni 3-ə vuranda bu elədir 36. 36-dan 4-ün çıxıram, qalır 32. Uyğun cavab olur 12-ci sualda B variantı. Keçdik, deməli 13-cü sualda. Reaksiya daxil olan maddələr amoniakla CO2-dir. Amonyak üzərinə gəldim CO2. Buradan karbamidin alınma reaksiyasıdır. NH2 2 dəfə və su əmələ gəlir. Deməli, amonyakın qarşısına 2 yazırıq. Oksigen 2, hidrogen də 6. Düzəldi. İndi kütlələri deyir bərabərdir. Bu 34 qram reaksiya daxil olur. Bu da 44 qram. Onda bərabər götürürəmsə, mən hər ikisini karbon qazına uyğun götürməliyəm. İndi karbamiddən əsasən tənasibi quracağıq. Karbamid 60 olmalıdır. Deməli 16 vur 2, bu ilə də 32, üzərinə də 28 gəldi 60. 44 qram CO2 sərf olunanda 60 qram alınırsa, onda 90-da da A-dır və buradan da ixtisar eləsək 1,5, 1, 44-ü vururam 1,5-ə, bu da deyir 66. Yəni A bərabər olur 66. İndi bizdən nəyi soruşur? Deyir, maddələrdən biri tam sərf olunursa, təbii ki, CO2 tam sərf olunacaq. Hansı maddədən və neçə qram artıq qalar? Deməli, amonyakdan artıq qalar və neçə qram artıq qalar? 66 qram götürmüşük. Bundan nə qədər reaksiya daxil olub? Deməli, 34 daxil olur. Əgər 44 götürsəm, 66-ya nə qədər daxil olur? Buradan bir dənə hesablayaq. 34-ü vuraq 1,5-ə. Bu da deyir 51. Deməli, 66 götürmüşdüm. 51-i reaksiya daxil olur və 15 qram amonyak artıq qalmış olur. Uyğun cavab da olacaq D variantı 13-cü sualda. Maraqlı sual idi. Keçdik 14-cü sualımıza. Termiki parçalanma reaksiyasının qrafikinin əsasındır. X hansı metallar ola bilər? X, NO3 deməli parçalanıb, oksigen ayrılıb. Bax, X, NO3, N qədər bilmirəm. 1 molundan 0,5 mol oksigen ayrılmış olur. Deməli 0,5 mol oksigen. Və əgər oksigen alınıbsa, deməli ki, buradan ya duz alınıb, ya da ki, kuprum ilə, daha doğrusu metal oksidi ilə NO2
qazı ayrılmış olur. İndi bizə deyir ki, X hansı metallar ola bilər? Ümumiyyətlə 1 molundan əgər 0.5 mol oksigen ayrılırsa, məsəl üçün buradan götürsək ki, X, NO3, NO2 2 dəfə alınıb, indi hansısa metaldırsa, görək düz gəlirmi? Burada 1 mol oksigen, burada da 2 dəfə 2, 4, burada bir 5. 4'ü burada, 5'i burada. Deməli, onda 1 molunda 5 mol oksigen varsa, bu bir valentli metal olmayacaq. Bir valentli olmaz. Yəni bir valentli qələvi metal olmaz, daha doğrusu. Əgər 2 valentli kimi götürürəmsə, onda XNO2 2 valentli kimi götürürəmsə olmaz. Olmaz, amma bir valentli kimi götürsəm, yəni qələvi metal kimi, qələvi torpaq kimi götürəndə olmur. Bir valentli götürəndə onda burada da olmayacaq. 2 və bu da 1, 3. Yəni qələvi metal ola bilər. Hansı ki, heç burada qələvi metal yoxdur. Deməli, bu variantımız getdi. Sonra, məsələn, pozitiv metal olarsa, əgər XNO3, argentium olarsa, məsələn, argentium nitrat parçalananda X-in özü, sonra NO2 və oksigen ayrılır. İndi 1 molundan 1 mol X, 1 mol NO2, 2 oksigen buradan və 3 olması üçün 0.5-də bu. Argentium ola bilər. Sonra civə üçün baxsaq, məsələn, NO3 2 dəfə, onda X, NO2 və oksigen olsa, bura 2 yazmalıyam. 1 mola əsasən hesablayıramsa 6 oksigen, 4, 2 də burada, onda bu 0.5 olmur, 1 olur. Deməli, civə olmayacaq. Məsələn, 3 olan variantları çıxırıq. Sonra sink üçün hesablasam, sink, məsələn, nitrat parçalasaq, sinkin oksidi, sonra sinkin oksidi NO2 və oksigen olacaq. Və 1 mol maddə götürmüşəmsə, 1 mol sink oksid, 2 mol NO2 var tərkibində və 4, 5, 6 olması üçün burada 0.5. Bu şərtimizi ödəyir. Deməli, biri də sinkdir. Onda 1 və 4. Uyğun cavab 14-cü də C variantı olacaq. Yəni, reaksiyaları yazaraqdan hesablamaq olar. Keçdik 15-ci suala. Polimerimiz polipropilendir. Polipropileni yazaq. CH2, CH, CH3, N qədər. Polimerləşmə dərsi N yazmayaq, 2000 yazaq, özü veribdir. Makromoleküldə hidrogen atomlarının sayı. Hidrogen atomlarının sayı 3, 5, 6, 6-nı da 2-yə vuranda, 2000-ə vuranda 12000, uyğun cavab Y variantı. 16-cı sualda X, Y, Z 2-ci, 3-cü, 4-cü dövrlərin qələvi metallarıdır. Deməli, 2-ci, 3-cü və 4-cü dövrlər. Deməli, məsəl üçün götürsək, natrium, kalium və litium 2-ci dövrdə. Litium, natrium, kalium şəklində. Və deyir ki, Y-in radiusu X-dən kiçikdir, amma Z-dən böyükdür. Y-in radiusu, deməli, ortalardadır da. Z onda, çünki yuxarıdan aşağıya doğru radius böyüyür. Buradan belə çıxır ki, Y ortadadır, X-dən kiçikdirsə X aşağıdadır, Z də yuxarıda, onda Z litiuma, Y natriuma, X də kaliuma uyğun gəlir. Metalların ərimə temperaturunun azalması, temperatur yuxarıda daha çoxdur, litiumda ərimə temperaturu daha çoxdur. Azalması deyirsə, yəni çoxdan aza doğru Z, Y, X şəklində düzməliyik, 16C variantı uyğun gələcək. 17-ci sualda 4-cü dövrün əlavə yarım qrup elementi olan X atomunda P elektronlarının sayı bütün elektronların 40%-ni təşkil edir. 4-cü dövrün əlavə yarım qrup elementidirsə, deməli buna qədər bunun P elektronları 2P6 dolub, 3P6 dolub, 12 dənə P elektronu var. Və bütün elektronların 40%-dir. Onda 12 əgər 40%-dirsə, bunun bütün elektronları nə qədərdir? 100%-i nə qədərdir? Hər hansı bir X yazıram. Buradan da 2,5. Deməli, X nəyə bərabər olacaq? 12 vur 2,5-ə, yəni 30-a. Bu da sinkə uyğun gəlir də, uyğun olaraq. Hansı reaksiyalar deyir? Doğrudur. Baxaq reaksiyalarımıza. Deməli, birincidə X üstəgəl H-xlor. Sink H-xlorla niyə ki gedir? Reaksiya gedir. Bu da yanlışdır. Sink natrium hidroksidlə, bəli,
amfoter xassəli qələvlərlə reaksiya gedir. 2 doğrudur. Sonra X su ilə reaksiya gedir temperatur şəraitində. XO və hidrogen alınacaq. Bu da doğrudur. Sinkin su ilə B-dekdə buxar halında və yaxud da ki, su buxarı ilə və yaxud da yüksək temperatur şəraitinə gedən reaksiyasından XO və hidrogen alınır. Sonra X üstəgəl oksigen, yəni X3O4 şəklində verir. Bu olsa dəmir olar, yəni ki, dəmir yanığının alınması reaksiyası Fermi-2O4-ün, yəni sinkə aid deyil. 2-3 uyğun cavab ilə buradan Y variantı olacaq. 18-ci sualda alkanımız X-dir və nisbi molekul kütləsi də 100-dür. Onda 14N plus 2 bərabərdir 100-dürsə, 14N bərabərdir 98-ə. Buradan da bir hesablayaq. 98-i bölək 14-ə. Bu da edir 7. Onda N bərabərdir 7, yəni C7, H16. Molekulda karbon atomlarının sayı birli və ikili karbon sayı bərabərdir. Birli və ikili karbon sayıları bərabərdirsə, onda burada 7 dənə karbon var axı. Mən bunu necə bərabər bölüm? Onda birini 3-lü eləyim ya da 4-lü eləyim. Birli və ikili. Qalanlarını ikili, məsələn, 3 dənə ikili, 3 dənə də birli karbon olaraq. Belə alınırmı? Bax, bunlar məsələn ikili, bu da ikili, bu da ikili. Bu da birli, bu da birli, bu da birli. Mesela radikalı hardan istəyən qoya bilərsən. Və deyir, X-i müəyyənləşdirin. İndi görək hansı olacaq. Məsələn, 2 metil pentan, 3 metil pentan, daha doğrusu heksan. 2 metil heksan, 3 metil heksan. Bunlardan hansı varsa. İndi burada 2 metil heksan, məsələn, uyğun variant. Hansı olsaydı götürə bilərdik, yəni. 19-cu sualda metanın 1000 dərəcədən yuxarı temperaturda, yəqin ki, 1000 dərəcəni istəyir karbonla hidrogenin alındığı reaksiya. Çünki 1000 dərəcədən yuxarı asetlen olaraq düşünsək, X deyir hansı reaksiyaların daxil olunur. Asetlen oksigenlə olur, H-xlorla olur, məsələn, xlorla olur, amma karbon qazı ilə yoxdur. Yəni, ən azından bizim keçdiklərimizdən yoxdur. Ona görə elə bu X maddəsi karbon olaraq götürüb çox güman ki, sadəcə 1000 dərəcədən yuxarı, adətən kitablarda 1000 dərəcə olaraq göstərilir. 1000 dərəcədən yuxarı olanda bəzən çaşdırır uşaqlar. 1500 də 1000-dən yuxarıdır. İndi biz bu şəkildə baxaq. Hansı maddələr X-ilə reaksiya daxil olmurlar? CO2 karbonla daxil olur, götürməyəcəm. Xlor daxil olmur. Oksigen karbonla daxil olur. H-xlor da daxil olmur. 2-4 uyğun cavab onda Y variantı olacaq. Keçdik növbəti 20-ci sualımıza. Eyni sayda karbon atomları olan doymuş bir əsaslı karbon turşusu ilə doymuş bir atomlu spirtdən alınan mürəkkəb efir molekulunda hidrogen atomu, 8 hidrogen atomu varsa efiri müəyyənləşdirin. İndi mürəkkəb efiri ümumi formul olaraq CnH2nO2 şəklində yazsam, hidrogen atom sayı 2n-dir. 2n bərabərdir 8 isə n də bərabərdir 4-ə, yəni C4H8O2 formasında eyni sayda karbon atomu olan doymuş bir əsaslı karbon turşusu və spirtdən. Yəni ki, spirt tərəfi etil spirtidir, karbon turşusu isə asetat turşusudur və əmələ gətirdiyi efir də budur. İndi deyir ki, efiri müəyyənləşdirin, olacaq etil asetat efiri, uyğun cavab da B variantı. 21-ci sualda maddəmiz xlorpirindir, maddə miqdarı 1 moldur. 1 mol xlorpirin yazaq reaksiyanın quruluşumuzu CH, C, xlor, 2 qat rabitə CH2 və 2 mol hidrogenlə reaksiyasına alınan X maddəsi. Üzərinə 2 mol hidrogen gəldik. Burada nə alınacaq? Hidrogen təbii ki, tam olaraq pi rabitələr açılacaq və doymuş vəziyyətə, xlorlu törəmə vəziyyətinə gələcək. CH3, CH2, C, xlor, CH xlor, daha doğrusu burada da CH3. Bu da oldu bizim X maddəmiz. Bu X maddəmiz. Və deyir X maddəsi üçün hansı ifadələr doğrudur? Molekulunda 13 sigma rabitə var. Deməli, atom sayından 1 əski olaraq götürəcəyik. 4, 3, 7, bu da 3, 10, 14. 14-dən də birini çıxanda 13 sigma. Deməli, doğrudur. Natriumdan 3-4 dimetil heksin əmələ gətirir. Natriumdan reaksiyasından elə bunun ikiləşməsini götürsək,
CH2, CH3. Ən uzun zəncirimiz bu olacaq. 3, 4 dimetil heksan. Deməli bu da doğrudur. 1, 2 doğrudur. Elə buradan variantımız çıxır. Qələvin suda məhlumundan izobutil spirt əmələ gətirir. Düşünsəydik, buradan OH əvəz olunsa, bu burada daha aydın görsənir. Burada ikili butil spirti alınır. Yəni izobutil yox, ikili butil spirti alınacaqdır. Ona görə 3-cü səhvdir. Amma 1, 2 burada doğru variantlardır. Keçdik növbəti 22-ci sualda. Doymuş bir atomlu ikili spirt və karbonun kütləsi oksigenin kütləsinə nisbəti 3'dür. Bir atomlu spirtdə zaten bir dənə oksigen var, 16 qram. Yəni CnH2n plus 2O formulu ilə baxsaq, oksigen kütləsi zaten 16'dır. Karbonun kütləsi 12N'dir və nisbət də 3'ə bərabərdir. Buradan 12N bərabərdir 48, N bərabərdir 4. Və ikili spirt dediyinə görə deməli 4 dənə karbon OH-da bura birləşdirir. Yəni butanol 2. İndi baxaq, əsas zəncirində deyir, ikinci karbon atomu oksidləşmə dərəcəsi -1'dir. Bu ümumilikdə -1'dirsə, bu da müsbət 1'dir. Karbona qalar 0. Yəni bu yanlışdır. Sonra molekulunda 9 dənə karbon hidrogen rabitəsi var. Yəni C4H9OH olduğuna görə bəli 9 dənəsi karbon hidrogen rabitəsidir. Biri oksigen hidrogen. B variantı doğrudur 22-ci sualda. 23-cü sualda deməli maddəmiz X, Y2-də nisbi molekul kütləsi 64'dür. X-in kütləsinin Y-in kütləsi nisbəti 5'in 3'ə nisbətidir. İndi belə yazırıq ki, X-in 2Y-ə olan nisbəti bərabərdir 5'in 3'ə nisbəti. Və buradan da X bərabərdir 10Y bölünsün 3. Və nisbi molekul kütləsi 64'dür. Yəni X üstəgəl 2Y bərabərdir 64'ə. Buradan X-in yerinə qiymətini yazıb tapa bilərik. 10Y bölünsün 3 üzərinə də 2Y gələndə bunu ortaq olaraq 3'ə gətirsəm, deməli 6, 16Y, bu da bərabərdir 64'ə. 64 ilə 16 ixtisar gedəndə 4, 1, onda Y də bərabər olur 12'yə. Y 12-dirsə, X-in nisbi atom kütləsini hesablayaq. Məsələn, bu olacaq 2 dəfə 12, 24. Onda X üstəgəl 24 bərabərdir 64'dirsə, X də nəyə bərabər olacaq? 40'a bərabər olmuş olacaq. Deməli, 23'də cavab olur 40. Keçdik 24-cü sualda. Məhsulun praktiki çıxımı 10% olarsa, X-i deyir, hesablayın. Buradan baxaq, birinci prosesi başa düşməyə çalışaq. Görək nə verir burada bizə. Azon çıxır, oksigen daxil olur azonatora və oradan 0,4 mol azon alınır. Deməli, oksigenin azona çevrilmə reaksiyasıdır. Birinci dəfədir ki, mən bu versiyada oksigen azon məsələsini görürəm. Maraqlı tərtibatdır. Deməli, baxırıq ki, 0,4 mol azon alınıb və deyir, praktiki çıxım 10%-dir. Yəni, tam sərf olunma getməyib. Təbii ki də tam sərf olunmur. Orada müəyyən hissəsi çevrilməsi baş verir. Əgər 10% çıxımla 0,4 alınıbsa, 10% ilə 0,4 mol azon alınıbsa, onda 100% çevrilmə olsaydı nə qədər azon alına bilərdi? Biz bunu hesablasaq, bu edir 4 mol. 4 mol azonun alınması üçün də onda başlanğıcda 6 mol oksigen olmalıydı. Düzdürmü? 6 mol da oksigen olmalıydı. Yəni 2'yə 3'dürsə, 4'ə də 6. Deməli, bizim başlanğıcda 6 mol X, yəni 6 mol oksigenimiz var imiş. Bizdən də X-i soruşur, cavab olacaq 6. Keçdi 25-ci sualda. CH4, CH6 kütlələri M-dir, ümumi kütləsi və həcmi 0,5 litr. Birini X, birini Y olaraq götürürəm. Məsələn, X mol C2H4, üzərinə X mol hidrogen əlavə elədim. Çevrildi X mol C2H6-ya. Sonra Y mol C2H6 var, bu hidrogenləşmir, elə olduğu kimi də keçir son məhsula. Və bizə deyir ki, bunların mollarının cəmi 0,5 moldur. Yəni, X plus Y bərabərdir 0,5'ə və doymuş hala gətirmək üçün 0,2 qram hidrogen lazımdır. Yəni, 0,1 mol. Reaksiya X şəklindədirsə, deməli, onda X elə 0,1'dir. 0,1'in üzərinə də Y gələndə, bu da 0,5, Y də 0,4.
Deməli, x oldu 0,1, y oldu 0,4. Və deyir, m hesablayın, yəni kütlələrini. 0,1 mol etilen bölünəcək 2,8 qram. Üzərinə gəldim 0,4 mol deməli etan, onu da 30-a vuranda 12 qram. 12 ilə 2,8 bizə verir 14,8. M olacaq 14,8. Keçdik növbəti 26-cı suala. Deməli, diamorfoz və presipitat üçün bizdən eyni belə deyək də olan bir şeylər istəyir. Diamorfoz nədir? Yəni 2 dənə amonium qrupu var, NH4, 2 dənə və fos, yəni fosfat turşusu, ortofosfat turşusunun qalığı. Burada nə qalır? HPO4 qalır. Bu oldu diamorfoz. Presipitat isə bu, məsələn, diamorfoz mürəkkəb gübrələrə aiddir. Yəni sadə gübrələrdən deyil. Qida elementi olaraq içərisində fosfor və azot var, 2 qida elementi var. Amma presipitat sadə fosforlu gübrədir. Bu da kalsium HPO4 vurulsun 2 molekula su şəklində göstərilir. Hər ikisinin alınmasında ortofosfat turşusundan istifadə olunur. Məsələn, ona görə birinci sual yanlışdır. Sulfat turşusundan istifadə olunmur. Sulfat turşusu sadə superfosfatın alınmasında var. Digərlərində ortofosfat turşusudur. Və ortofosfat turşusundan istifadə olunur, 4 doğrudur. Turş tuzdumu? Bu da turş tuzdur, bu da kalsium hidroortofosfat, bu da turş tuzdur. İkisi də turş tuzdur. Mürəkkəb gübrədir, diamorfoz, presipitat sadədir. Ona görə 3 də yanlışdır. 2, 4 uyğun cavab olacaq. Keçdik 27-ci sualımıza. Deməli, uyğunluğu deyil müəyyənləşdirin. Əhəngin söndürülməsi, alovsuz tüstü və şüşənin aşılanması. Yəni, hansı reaksiya? Əhəngin söndürülməsi, məsələn, kalsium oksidin su ilə reaksiyasıdır. Yəni, bu reaksiya. Bura yazaq C variantı. Alovsuz tüstü amonyakla H-xlorun reaksiyasıdır ki, bir-birinə yaxınlaşan zaman tüstü əmələ gəlir. Təyini reaksiyası Y variantı. Şüşənin aşılanmasıdakı silisium oksidin H-florla olan reaksiyasıdır. Burada D. C, Y, D şəklində də uyğunlaşdırmış olduq. Sizə təqdim edilən situasiya, deməli, biz bilirik ki, birinci qruplarda situasiyalar ayrı-ayrı suallar şəklindədir. Yəni, situasiya şəklində, belə deyim, ardıcıllıq yoxdur. İndi burada cədvəli tamamlayaq. Yəni, bir-birindən asılı suallar deyil. Belə deyək, kükürdün qatı nitrat turşusunun reaksiyasından qazın normal şərtdə formulunu və əmsalını müəyyənləşdirin. Birinci onda reaksiyanı özümüz yazaq buradan. Kükürd üstəgəl HNO3 qatı. Buradan alınır H2SO4, alınır deməli NO2, bir də alınır su. İndi sonra bunu əmsallaşdırsaq, kükürt 0-dan gəlib müsbət 6 vəziyyətinə, müsbət 5-dən gəlib müsbət 4-ə. Deməli, bura yazırıq 6, digərinə yazıram 1, yerini dəyişirəm 1, 6. Onda 6-nı yazmalıyam, deməli, nitrat turşusunun qabağına, yəni azotun. 1-i də yazıram kükürdə, ilə 1-i yazmayaq, yerində qalsın. Və 6 olduğuna görə onda burada 6 yazacağım və suyun da əmsalına neçə düşür? 2, burada 2 yazsam 4. 2, 4, 6. Əmsallaşma tamamlandı. Deyir, reaksiyasına alınan qaz NO2-dir formul olaraq və əmsalı da olacaq 6. Bu, bedək də 28-ci sual. Sonra 29-cu sualda maddəmiz alkindir. Hibrid orbital sayı 12, metil qruplarının sayı 2-dir. Alkinin beynəlxalq nomenklatura əsasən adını yazın və bir dəqiqə görək nə deyir. Molekulunda sigma rabitələrin sayını hesablayın. Tamam. Deməli, alkindir. Ümumi olaraq CnH2n-2-dir. Hibrid orbital sayı deyir 12-dir. Hibrid orbitalları 4-dən çıxılsın. 4 formulu ilə hesablayırıq. Bu da 12-dirsə, onda 4n bərabərdir 16-ya, n bərabərdir 4. Yəni, 4 dənə karbonumuz var. C4H6 şəklində. Və metil qrupları 2 dənədir. Yəni, birinci CH3-dür. Bir də axırıncı CH3-dür. Onda qalan 2 dənəsini də ortaya yazıram. İkisi qalır da. Deməli, bura yazırıq karbon, 3 qat rabitə karbon. Butin 2. Beynəlxalq nomenklaturaya əsasən adlandırsaq, olur butin 2.
və molekulunda sigma reaktiv sayı atom sayından 1 əskikdir. C4H6 10 atom var, 9 da sigma reaktivsi olacaq. Bu da ikincinin cavabı. Keçdik üçüncüyə, 30-cuya daha doğrusu. Deməli, bu da şəkillə olan sualdır. Deməli, bizə nə deyir? Deyir, 80,8 qram 1,2 dibrom propan var və sinklə təsir etmişik. Reaksiyanı yazaq. Çünki birinci şərtimiz odur ki, reaksiyanın tənliyini yazın. Onda deməli, 1,2 dibrom propan. CH2 brom, CH brom və CH3. Üzərinə sink əlavə elədik. Deməli, buradan alınacaq sink brom 2 və üzərinə də gəlirəm CH2 qat rabitə CH, CH3, yəni propen. Bu birinci. Reaksiya tənliyini yazdıq. Reaksiya birin birə nisbətində gedir. İndi reaksiya sərf olunan sinkin kütləsini necə hesablayırıq? Deməli, 65 qram, yəni 1 mol sink reaksiya daxilində 1 molda maddəmiz var. İndi 1 molunun kütləsinin emerini hesablayaq görə neçə eləyir? 80, 80, bu elədi 160. Üzərinə gəldim 3 dənə karbonumuz var. Bu 36. Üzərinə də gəldim 3, 5, 6 dənə də hidrogen. Elədi 202 qram. Onda tənasübü belə qururuq ki, 202 qram dibrom propan sərf olunanda bunun üçün 65 qram sink sərf olunur. Bəs 80,8-də nə qədərdir? Buradan da hesablayıb tapaq. Nəyə bərabər olur? 65-i vururuq 80,8-ə, bölürəm 202-yə. Bu da eləyir 26 qram sink. Cavab olacaq 26. Bu da ikincinin cavabı.